Salam, xoş gördük. BTV gündəmi izləyirsiniz. Hər hansı bir hadisə baş verdiyi zaman dərhal biz oradayıq. Bugün səhər saatlarında Nərmanov ərazisində binanın eyvanı Başkənd restoranının üzərinə uçub. Hadisə zamanı xəsarət alanlar olmayıb və restoran öz fəaliyyətinə davam edir. Gördüyünüz kimi binanın bir hissəsi tamamilə yararsız vəziyyətdədir. Hadisə ilə bağlı restoran rəhbərliyindən müsahibə aldıq. Əliyev Vüsal İlqaroğlu, Başkənd restoranın meneceriyəm. Bu gün səhər radələrində işləyirdi, restoranımızda qonaqları qəbul etmişdik. Bir də gördük ki, səs gəldi. Baxdıq gördük ki, bayırda tüstü, toz, belə dağıntı bir şeylər var. Çıxdıq gördük ki, restoranın üst hissəsində eyvan var. Eyvan restoranımızın teras hissəsinə dağılmışdı. Zərər çəkən yoxdur, xəsarət falan yoxdur. Biz fəaliyyətdə restoranımızda da qonaqları görmək istəyirik. Olmadı. Bir səs gəldi. Zaten bir səs gələndə bir insan reaksiya verir. Elə bir kiçik bir reaksiyalar olur. Belə Hadisə səhər saat neçədə? 11-12 radələrində bu radələrdə baş vermişdi hadisə. Araşdırılır hadisə. Hal-hazırda bəli, hadisə ilə bağlı araşdırırlar. Yəqin ki, yaxın bir zamanlarda məlumat verərlər sizə. Ən vaxt hansı bir işçiyə belə deyil. Heç bir işçiyə, heç kimə bir nə zərər, nə də bir xəsarət olmayıb. Şükürlər olsun, yenə də deyirəm. Bu zərər deyilsin. Nə qədər Zərər deyməyim, yəni heç bir şey olmayıb. Yəni mən şükürlər olsun, baxa da bilərsiniz restoranımıza, hər şey qaydasındadır. Yəni yaxşı bir təmir olunub restoranımız, yəni sütunu, təmiri yaxşıdır. Yəni sağ olsunlar, yəni, hər şey qaydasındadır. İcazə bilirsən, Cəlb olundu, bəli. Bütün qurumlardan demək olar ki, cəlb olundu, baxdılar, nəzər yetirdilər. Çox sağ olun. Siz sağ olun, təşəkkür